əziz şagirdlər və abituriyentlər. Mən İşıq Nöqtəsi Tədris Mərkəzinin riyaziyyat müəllimi İbayla Nuray. Əgər siz də buraxılış və blok imtahanına hazırlaşırsınızsa, bütün videoları izləməyi unutmayın. Çünki burada bütün mövzuların izahı və faydalı məlumatlar var. İndi isə dərsimizə keçək. Bugünkü dərsimiz kvadrat köklər və həqiqi üslü qüvvətdir. Əvvəlcə baxaq ki, hesabi kvadrat kök nəyə deyilir? Mənfi olmayan A ədədinin mənfi olmayan kvadrat kökünə hesabi kvadrat kök deyilir. Məsələn, kök altında 25 götürək. Kök altında 25 5-ə bərabərdir. Çünki burada dərəcəmiz 2-dir, yazılmır. Həmişə ümumiyyətlə buradakı dərəcə 2-dən böyük olacaq, daha doğrusu böyük bərabər olacaq. İndi biz 5-in kvadratını bilirik ki 25-dir. Ona görə kök altının 25-də 5-ə bərabərdir. Və burada 25 5-in hesabi kvadrat köküdür. İndi isə hesabi kvadrat kökün əsas xassəsinə baxaq. Bu nədir? Kök altında ifadə həmişə 0-dan böyük bərabər olmalıdır. Yəni biz kök altında A yazsaq, A həmişə 0-dan böyük bərabər olmalıdır. A heç vaxt mənfi ola bilməz. Həmçinin kvadrat kök mənfi ədədə də bərabər ola bilməz. Yəni kök altında məsəl üçün 36 bərabərdir mənfi 6 yaza bilmərik. Bu ifadə yanlışdır. Biz isə n-ci dərəcədən qüvvət anlayışına baxaq. N-ci dərəcədən qüvvəti A-ya bərabər olan ədədə A-nın n-ci dərəcədən kökü deyilir. Yəni məsələn 3-cü dərəcədən 64 4-ə bərabərdir. Bu n-ci dərəcədən qüvvətdir. İndi isə yəni burada n artıq biz hesabi kvadrat kök dedikdə yalnız dərəcə 2 idi. Amma burada artıq dərəcə 2-dən böyük olacaq. Burada əsas xassəyə baxaq, n-ci dərəcədən qüvvətdə. Əgər dərəcəmiz cüt olarsa, yəni ümumi şəkildə dərəcəni 2-yə götürək, kök altı ifadəmizdə A götürək. Əgər n-ci dərəcədən qüvvət, yəni n cüt olarsa, bu zaman A mütləq 0-dan böyük bərabər olmalıdır, yəni mənfi ola bilməz. Belə göstərəcək, A 0-dan böyük bərabər. Amma qüvvət tək ədəd olarsa, yəni ümumi şəkildə belə göstərir, 2n plus 1, kök altında A. Burada A həm mənfi ola bilər, həm müsbət, həm də 0 ola bilər. Bunun heç bir fərqi yoxdur. Amma cüt dərəcə olanda isə mütləq 0-dan böyük bərabər olmalıdır. Daha sonra isə gəlin kök altı ifadələrdə düsturlara baxaq. Biz qüvvət dərsində keçmişdik ki, A-nın kəsr üstü qüvvəti kök altına bərabərdir. Yəni, n-ci dərəcədən kök altında A üstü m-ə bərabərdir. Biz əgər kök altı ifadənin qüvvəti yazsaq, məsələn, n-ci dərəcədən A üstü m, üstü k yazsaq, burada k m-ə vura bilərik. N-ci dərəcədən A üstü m vurulsun k olur. Daha sonra kök altı ifadədə n-ci dərəcədən tutaq ki, A vurulsun B verilir kök altında. Biz bunu parçalaya bilərik. Yəni n-ci dərəcədən kök altında A vurulsun n-ci dərəcədən kök altında B. Həmçinin kəsr olanda da yenə parçalaya bilərik. Məsələn, n-ci dərəcədən A bölünsün B kök altında. Burada da yaza bilərik n-ci dərəcədən A bölünsün kök altında n-ci dərəcədən B. Burada təbii ki B 0-dan fərqli olmalıdır. Daha sonra isə əgər belə bir ifadədə n ilə m ixtisar gedirsə, biz ixtisar apara bilərik. Məsəl üçün, belə verilə bilər. 4-cü dərəcədən A üstü 12 verilsə, biz burada ixtisar apara bilərik. A kubu olacaq. Və yaxud da başqa bir ədəd götürək. 6-cı dərəcədən kök altında A üstü məsələn 8 götürək. Burada 2-yə ixtisar gedəcək. 3-cü dərəcədən A üstü 4 qalacaq. Daha sonra isə biz başqa bir düstura da baxaq. Bir ifadə verilə bilər. N-ci dərəcədən kök altında n-ci dərəcədən A. Burada n ilə m-i vura bilərik. Yəni kök altında n vurulsun n dərəcədən A. Belə bir düsturumuz da var. Bu düsturları öyrənməniz misalları daha rahat həll eləmənizə kömək olacaq. İndi isə məxrəcin irrasionallıqdan azad olunma anlayışına baxaq. Məsələn, sizə belə bir ifadə verilə bilər. 1 bölünsün kökdə 7 çıxılsın kökdə 6. Bu zaman biz nə edəcəyik? Kəsri məxrəcin qoşmasına vuracaq. Yəni həm surəti, həm məxrəcin qoşmasına vuracaq. Məxrəcin qoşması nədir burada? Kökdə 7 çıxıb kökdə 6-nın qoşması. Kökdə 7 üstəgəl kökdə 6-dır.
Niyə? Çünki biz kökdə 7 çox kökdə 6-nı vursaq, kökdə 7 üstəgəl kökdə 6. Burada müxtəsər vurma üsulunu tətbiq etsək, kökdə 7-nin kvadratı çox kökdə 6-nın kvadratı yazacağıq. O da bərabərdir 7 çox 6 bərabərdir 1. Biz gəlin surəti də məxrəci də vuraq. Kökdə 7 üstəgəl kökdə 6 vurulsun, kökdə 7 çox kökdə 6 vurulsun, kökdə 7 üstəgəl kökdə 6. Burada məxrəci 1 aldıq, surət də olduğu kimi qalacaq, yəni kökdə 7 üstəgəl kökdə 6. Biz məxrəci niyə irrasionallıqdan azad edirik? Çünki məxrəc sadələşməsi üçün. Baxın, vurduq qoşmasından 1 alındı. Bu daha sadədir hesablamaq üçün. Ona görə məxrəci biz irrasionallıqdan azad edirik. İndi başqa ifadələrin də qoşmasına baxaq. Məsələn, kök altda ifadənin qoşması elə kök altda A-dır. Çünki kök altda A-nı kök altda A-ya vursaq, bir kökünün altına salsaq, ikisində kök altda A-nın kvadratı olacaq. Kök və kvadrat ixtisar gedəcək, A qalacaq. Daha sonra kök altda A üstəgəl kök altda B-nin qoşması, kök altda A, kök altda B-dir. Həmçinin kök altda A, kök altda B-nin qoşması, bayaq dediyimiz kimi kök altda A üstəgəl kök altda B-dir. Daha sonra isə vuruğun kökünün altına salınması və kökün altına vuruğun çıxartması ayrılışına baxaq. Məsələn, bizə belə bir ifadə verilir. 2n dərəcədən A üstü 2n vurulsun B. Burada biz B-nin kök altına çıxara bilməyəcəyik, yalnız A-nı çıxara biləcəyik. Bu zaman mütləq modulda çıxaracağıq. Yəni, A çıxacaq, modulda A vurulsun kök altında 2n dərəcədən B. Burada gördüyümüz kimi cüt dərəcədir. Neynəyəcək? Əgər A bizə müsbət verilibsə, olduğu kimi çıxardacaq. Yəni, A ikinci dərəcədən kök altında B. Daha doğrusu 2n dərəcədən kök altında B olur. Amma A sıfırdan kiçik olarsa, bu zaman nə olacaq? Biz demişdik ki, modulun içərisi mənfi olanda əksi ilə çıxırdı. Ona görə mənfi A ikinci dərəcədən kök altında B olacaq. Mütləq burada işarələrə diqqət eləməniz lazımdır. Amma tək dərəcədən olsa rahatlıqla çıxara bilərsiniz. Yəni, işarəyə baxma ehtiyac yoxdur. Məsələn, üçüncü dərəcədən, sərgəl yazaq, üçüncü dərəcədən A üstü 6 B verilib və A-nız sizə sıfırdan kiçik verilib. Bu zaman üçüncü dərəcə, yəni tək dərəcə olduğuna görə elə A-nın kvadratı kök altında B yazacaqsınız. Daha sonra kökün altına salınmasına da baxaq. Burada da yine işarəyə diqqət edəcəyik. Məsələn, 2n dərəcə A 2n dərəcədən kök altında B verir. Bu zaman A əgər sıfırdan böyükdürsə rahatlıqla salacağıq. 2n dərəcədən A üstü 2n vurulsun B yazacağıq kök altında. Amma A sıfırdan kiçik olsa qarşıya mənfi atıb kökün altına salacaq. Yəni belə olacaq ifadə. Kök altında mənfi kök altında 2n dərəcədən A üstü 2n vurulsun B. Bugünkü dərsimiz bu qədər. Gələn dərslərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.